Yani bu miflerinize bağlı bir sanat dostumuzdu. Bunun adı Daş Salah'dan olan azizimiz Natəvan Dəmirçioğlu'dur. Buyursun. Sözden alın. Öğretmenim çok teşekkür ediyorum. Herkesi salamlayıram. Doğma ve aziz Qazaq yurdunda özümüzü xoşbəxt hiss edirəm. Səməd deyirdi ki, məni yelkən kimi dəryada qərq etsə də zaman, vurğun öldü deməyin bir əbədi sənət. Və vurğun yelkənli qayıq deyildi. Vurğun yelkənli gəmi deyildi. Vurğun söz okeanında ağır çaplı gəmi idi, zirehli gəmi idi, yeraltı gəmi idi, hərbi gəmi idi, iqtisadi gəmi idi, mədəni gəmi idi, mədəniyyət gəmisi idi, söz gəmisi idi və vurğunu zaman heç vaxt qərq eləyə bilmədi, bilməyəcək də. Ona görə ki, vurğun sözə və insanlığa böyük bir abidə qoymuşdu və o insanlıq, o söz ilə vurğunu qoruyur. Şair hükümdarın huzurundasın. Siz belə düşünürəm mən. Bəs baş əymədiniz, əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Qılıçlar toqquşu biş görən zaman neylər dediyiniz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir, beşiyi, məzarı əbədiyyətdir. Bəs zindan necədir qaranlıq zindan, soyuq məzara da zinətdir insan. Bunu yazan insanı heç bir dalğa, heç bir tufan, heç bir təzyiq məhv eləyə bilməz. Və çox qəribədir ki, Barat müəllim də qeyd elədi, mən metafizikaya inanıram, mən ruhlara inanıram, mən yerin göyün sirlərinlə çarpışan bir insanam. Və mən inanıram ki, bunda bir hikmət var ki, mən hər dəfə illərlə, son illər, neçə illərdir Səməd Vurğunun yubileyinə gəlirəm Bakıdan və hər dəfə mən gələndə hava pis olur, amma Səməd Vurğunun günündə bax belə gözəl bir gün olur. Bu möcüzədir, inanın ki, bu metafizik bir enerjidir. Yəni bu ruhu, bu insanı, bu varlığı Tanrı özü qoruyur. Ona daş atanlar ne inəyəcək? Daş atanların daşı başına deyəcək. Yəni burada Tanrının ilahi nuru var bu insanın üstündə. Ona görə də Səməd Vurğunun əbədi yaşarlığından heç şübhəniz olmasın. Və mən onun ruhunun enerjisinin müqəddəs olduğunu bir də ona görə bugün bir daha dəqiq bildim ki, mən Səməd Vurğunun ruhunun bu tədbirini nəzərdə tutanda ki, mən ayın 21-i Qazaqda olmalıyam, Qazağa gedəcəm. Hər dəfə mənim bir nailiyyətim olur. Və bu il mənə 2 gün qabaq zəng elərlər ki, sizi Türkiyə səfirliyinə dəvət ediblər və siz Türkiyədə Bilim Akademiyasının professoru seçilmişsiniz. Türkiyənin Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri bunu şəxsən diplomu və altın madalyanı sizə təqdim eləyəcək. Mən Türkiyə səfirliyinə getdim. 2 gün bundan əvvəl cənab səfir öz xanımınla məni qarşıladı və o Türkiyədən gələn ödülləri mənə təqdim etdi. Və mən burada da Səməd Vurğunun bir payını hiss edirəm. Və Səməd Vurğun hər birimizin ürəyində bir günəş yandırır. Ürəyinizdəki günəş sönməsin. Deməli, Peyğəmbərimizdən bir hədis danışırlar. Deyir ki, Novruz təyyarlarından ona təqdim ediblər. Və dadandan sonra deyir ki, nə gözəl təamdır, bunu düzəldən nə böyük xalqdır. Deyirlər ki, onların bayramı var, Novruz bayramında belə şeylər var. Qayıdıb bilirsiniz nə deyir? Deyir, hər gününüz Novruz olsun.